Salam cənab San Andreas State Polis Departamentinin işçiləri, necəsiniz? Bugün sizə mobil data terminal haqqında məlumatlar, faktura necə yazılmaq ikisinin haqqında məlumat verəcəm. Gəlin keçək indi necə yazılacağına. İlk növbədə MDT-ni açmaq üçün gəlirsiniz bura. Yazırsınız, T-yə basıb slash MDT yazırsınız. Böyük bayaq bağlı fərqi yoxdur. Vətəndaş bazasından əsas paneli sadəcə aktiv kimlər var onlara baxalım. Nə oldu? Hə. Aktiv əsas paneldə sadəcə kimlər aktivdir onlara baxa bilirsiniz. Vətəndaş bazasında şəxsin adını, soyadını, 801-dən 831-ə. Dəqiqə bir dənə test 831 qəbul. Okay. Ha, təzələnimizə daxil olaq. Hop. Aha. Burada örnək verirəm. Şəxsin adını, soyadını, Citizen ID-sini, nə vaxt doğulduğunu, telefon nömrəsini, San Andreas harda işlədiyini və yaxud da bunları tapa bilirsiniz. Bura sadəcə sizə şeydə lazım olacaq. Axtarışda olanlar və yaxud axtarışda olanlara daxil olub axtarış verəndə buradakı Citizen ID-sə lazım olacaq, adı soyadı lazım olacaq. Keçdik insidentlərə. İlk növbədə gəlin başdan təzədən başlayın buradan. Başlıq hissəsinə şəxsin, suspektin adını yazırsınız və yəni suspektin adını yazırsınız. Ondan sonra xülasə hissəsinə yazırsınız. Polisə atəş, polisdən qaçma. Məhbusun adı Cloud Knight. Bunu dəymirsiniz. Bıçaq, silah, örnək verirəm, götürmüsünüz əgər üstünə. Cərimə ilə cəza müddətini necə edirsiniz? Bura gəlirsiniz boşluq hissəsinə. Bu recommend fine ilə rain night hissəsinin aşağısına. Bura modify charges deyirsiniz. Ondan sonra burada hər bir cinayətə nə qədər cərimə düşür yazır. Örnək verirəm. Məsələn, gələk buradan dövlət işlərinə qarşı dövlət işlərini ələ salmaq, məzələnmək. Məsələn, örnək üçün deyirəm də. Dəqiqə xəttəşaxtar gəldik. Burada sonra ESC-yə basırsınız. Gördüyünüz kimi 60.000 cərimə, 150 like, 150. Burada 150 həbs oldu. Sadəcə siz bunu 150 like kamu kimi, yəni 150-dən kamu kimi hesab edin. Yəni kamu baş salcı necə yazılır? Bura ilk növbədə MDT qeyd buradan olur. Yəni ilk növbədə MDT qeydinizi buradan eləyirsiniz. İnsidentlərdən. Reportlarda heç nə yoxdur. Təbi olmaq xəritədir. Axtarışda olanlara keçək indi. Yəni axtarışda olanları da göstərim sizə. Bura bir dənə new deyirsiniz. Şəxs kimdir? Sən baxın, gəlin bir dənə örnək göstərim buradan. Özümün yazdıqlarını, hə, Cloud Knight. Məsələn, Shotfire bölgəsində olan maşın. Bu axtarışdadır məsələn, bu maşının yiyəsi. Nömrəsi budur. Kyoto'dur adı məsələn. İnvidialı artıq öz adınızı yazırsınız. Başqa heç nə yazmır. Bir də bura səbəbi yazırsınız. Fişə. İndi necə yazırsınız onu başlayalım. Bu hissəyə şəxs nə edib onu yazırsınız. Yəni bir dənə başlıq verirsiniz. Plate yerinə artıq siz nə yazırsınız? Məsələn, baxın, görün mən necə yazmışam. YTB 751-87. Məsələn, adına baxaq. Kyoto. Düzdür. Bunu buradan kopyalayırsınız. Şəxsin adını məsələn örnək yazırsınız vətəndaş bazasına ilk növbədə. Məsələn, bunu yazıram mən bura. Düzdür. Buradakı Citizen ID hissəsindən şəxsin Citizen ID-sini götürürsünüz. Ondan sonra gəlirsiniz buradan axtarışda olanları təzədən. Buradan ikinci təzədən new verə gözləyin. Bura həmin şəxsin şeyini yapışdırırsınız, həmin o Citizen ID-sini. Bura maşının sahibini yazırsınız. O şəxsin adını yazırsınız da yəni. Burada isə şey yazırsınız artıq, nə də onun adı. Özünüzü yazırsınız. Bir də buradan səbəbi cüzsün. Məsələn, gəlin bir dənəsini yazaq, atmayacaq. Sadəcə göstərmək üçün deyirəm. Məsəl üçün polisə atəş. Düzdür. Bura bir dənə Citizen ID verək. Məsələn, gəlin öz Citizen ID-mi verin də mən bura. Və yaxud ki, Rain Night verək. Ən yaxşısı. Rain Night. Məsələn, bunun Citizen ID-si bu. Düzdür. Gəlirəm bura. Axtarışda olanlara girdim. Plate, aha, gəldi. Buraya yazdırıq məsələn Rain Night. Rain Night. Individual hissəyə yazırsınız məsələn Cloud Night. Çünki bu artıq sizin adınızdır. Burada save deyirsiniz, axtarış oldu. Nəqliyyatlar hissəsinə gəldiyimizdə artıq buradan maşının nömrəsini yazırsınız. Aktiv halda bir maşın nömrəsi olmadığı üçün başlamayacağam. Kameralar, logs, bunlar heç. Kameralara buradan baxa bilirsiniz. Gördüyünüz kimi hər bir yerin kamerası var. Paleto bankından Fleka bankına kimi. Silahlara gəldiyimizdə silahın nömrəsi olur. Onu yazırsınız bura. Nəqliyyatları başa saldım. Təlimatlar onun kimi də onsuz. Təlimatlara da baxaq. Heç nə yox gördüyünüz kimi. Əməkdaş siyahısına girdiyimizdə heç bura baxmasanız da olar. Bura boşdur. Əsas hissə sizin üçün burada vətəndaş bazası, insidentlər, axtarışda olanlar, və nəqliyyat. Bu MDT yazmaq idi. Gəlin sizə mən kamu ilə fakturam başlayalım. İlk növbədə dayanırsınız, F6 əzələsinə basırsınız. Buradan artıq profil açılır. Bura faktura yarat deyirsiniz. Faktura yaratdan sonra məsələn örnək verirəm. Mənim ID-im 17-dir, düzdür. 17 yazıram, səbəbi yazıram. Məsələn, polis illegal modifikasiya, məsələn, modifikasiya. Aha. İllegal modifikasiya. Faktura məbləği məsələn $5000. Faktura qeydi Cloud yazan məsələn əməkdaş
Cloud Night. Örnək üçün göstərirəm. Bura heç bir şey girmiş, artıq şəxsi hesabınızdan faktura göndərə bilməzsiniz. Niyə? Normaldır. Yəni bura gördüyünüz kimi bu formada olur. Fakturiyat bu formada. Və ikinci formada isə F2 eləsinə basırsınız. İş fəaliyyətləri, polis vasitələri, kamu yaz, cərimə yaz. Kamu yaz deyirsiniz, oyunçunun ID-si, ictimai iş sahibi. Faktura yazmaq da həmçinin eyni formada ola bilər. Cərimə yaz. Cərimə yaz işləmir. Ən yaxşısını fakturadan F6 adresinə eləməyinizdir. Ən yaxşısı buradır. Faktura yarat deyirsiniz, şəxsin ID-sini yazırsınız. Bir də ki, San Andreas State Post Departmentində olan əməkdaşlar üçün şəkil çəkmə baş salacağam. Bura yaxınlaşdınız, təxminən bu aralığı tutursunuz. Bu aralığı. Şəkil çək deyirsiniz. Alt adresinə basılı tutdum bu arada. 17 yazırsınız. Məsələn, səbəbə neyniyim onu yazırsınız. İştirak edən məsələn mənəm 355. Bir də ki, məsələn 353 olsun. Üzərindən alınanlar silah məsələn. Burada yazırsınız səbəbini. Neyniyib? Məsələn, polisə shotfire. Polisə shotfire. Mən çəkməyəcəm. Bu formada. Əgər hər hansısa bir sualınız yaranarsa, maildən və yaxud Discord, yəni Discorddan mənə ulaşa bilərsiniz. Cloud Night-da adım, Saspın və Saspın serverində özüm varam. Hər hansısa problem yaranarsa, buyurun mənə yazmadan çəkinməyin. Sağ olun.